Bugün İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin sevimli qızı, dünya və cənnət xanımların seyyidəsi xanım Fatimə Zəhra salamullah aleyhanın mübarək mevlud günüdür. Xanım Zəhra salamullah aleyha gil və xurma budaqlarından tikilmiş kiçik bir evdə dünyaya gəldi. Anası xanım Xədicə salamullah aleyha Məkkənin varlı, tanınmış qadınlarından idi. Onun yoxsul və yetimliklə böyümüş bir oğlanla evlənməsi Qureyş qadınları və xanım Xədicənin dostlarına xoş gəlmədiyindən ondan üz döndərmişdilər. Həzrəti Fatimənin dünyaya gəlməsinə az qalmış, Həzrət Xədicə Qureyş qadınlarına xəbər göndərir ki, doğum vaxtı ona kömək etsinlər. Amma onun çağırışına kimsə hay vermir. Beləcə xanım Xədicə tək qaldı. Lakin Yaradan uca Tanrı onu tək qoymadı. Körpənin doğum sancıları zamanı mənəvi aləmdən Xədicəyə kömək gəldi. Beləliklə, Yaradanın xüsusi inayəti ilə yer üzünün son Peyğəmbəri Həzrət Muhammedin evində gələcək vilayət imamlarının ətirli günü olacaq bir qız uşağı dünyaya gəldi. Adını Fatimə qoydular. Fatimə dünyaya gəlişində insanlar arasında anası ilə bərabər özünün də haqqı gedən və həyatının son dönəmində də insanlar tərəfindən haqqı itirilən, amma yaşadığı az ömründə kimsənin haqqını əzməyə, əksinə yüksək əxlaq, mərhəmət və nəvaziş sahibi olan bir xanım idi. O zamanlar Həzrəti Zəhra tək idi. İndi onu sevənlərin, ona bənzəmək istəyənlərin sayı gündən günə artır. İslam qadınlara ilin hər bir günündə, anında hörmət və qayğı ilə yanaşmağı tələb edir. Amma bu gün mübarək gündür. Xanım Zəhranın sorağına gedənlər, müsəlman analar, bacılar, sizin gününüzdür. Xanımlar, bayramınız mübarək.